Salam dostlar. Bugün sizə qan verməyin faydalarından danışmaq istəyirəm. Qan vermək niyə bu qədər vacibdir? Hadi başlayaq. Əvvəlcə, qan vermək insanlara həyat verir. Təsəvvür edin ki, sizin verdiyiniz qan bir insanın həyatını qurtara bilər. Bir donorun qanı 3 fərqli insanın həyatını dəyişə bilər. Nə gözəl bir hiss, elə deyilmi? Qan vermək həm də sizin sağlamlığınıza faydalıdır. Qan vermək dəmir səviyyənizi balansda saxlayır və ürək-damar sağlamlığınızı qoruyur. Üstəlik, qan verən insanlarda ürək-damar xəstəliklərinin riski azalır. Yəni həm başqasına kömək edirsiniz, həm də özünüzü qoruyursunuz. Qan verən insanlar arasında bir cəmiyyət yarandığını da unutmayaq. Qan vermə aksiyaları çox vaxt sosial tədbirlərlə birləşdirilir. Burada yeni dostlar qazana və cəmiyyətə fayda verə bilərsiniz. Bu həm də birlikdə güclü olduğumuzu hiss etdirir. Bəs, qan vermək üçün hansı şərtlər var? Birincisi, 18 yaşdan yuxarı olmalısınız. İkincisi, sağlam bir bədəniniz olmalıdır. Üçüncüsü, qan verəcək gün yaxşı bir yuxu yatmalı və bol su içməlisiniz. Və nəhayət, qan vermədən əvvəl yüngül bir qida qəbul etməlisiniz. Qan vermək çox asandır və yalnız 10-15 dəqiqə vaxt alır. Qorxmayın, bu müddət ərzində nəzarət altında olacaqsınız və heç bir ağrı hiss etməyəcəksiniz. Beləliklə dostlar, gəlin, qan verək və həyat qurtaraq. Unutmayın, hər damla qan bir həyat deməkdir. Sizin dəstəyinizlə dünyanı daha yaxşı bir yer edə bilərik. Təşəkkür edirəm və görüşərik. Videonu bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.